Dördüncü dərs. İnsanları sınayaraq əlavə bilgilər əldə edin. Bir öncəki bənddə insanların özlüyündə ortaya qoyduğu bilginin incələnməsindən bəhs etmişdik. Bu bənddə isə onları sınamaq surəti ilə əlavə bilgilər əldə etmək və bunun əsasında insanları dəyərləndirməkdən danışacağıq. Uca Allahın kitabında bunun ən bariz örnəyi məşhur Talut-Calut qissəsidir. Talut öz qoşununu döyüşdən öncə su ilə imtahan etmiş, imtahan nəticəsində həqiqi gücünü öyrənmişdi. Bu imtahan kiçik işlərdə itaətsizlik edənlərin, böyük işlərdə, daha sıxıntılı anlarda da eyni şeyi təkrar edəcəkləri prinsipinə dayalıdır. İnsanları sınayaraq lazım məlumatlar ortaya çıxarmaq, insanlıq tarixi qədər qədimdir. Bu, bəzən Talut kimlər tərəfindən fasiqləri ortaya çıxarmaq üçün, bəzən Muaviyyə və bənzərləri tərəfindən salihləri ortaya çıxarmaq üçün istifadə edilmişdi. Muaviyyə radiyallahu anh və ümumilikdə Əməvilər vaxtında Həzrəti Əli sevgisi ilə bilinən müxalifləri təsbit üçün xüsusi bir mexanizm var idi. Artıq Muaviyyənin, Allah ona razı olsun, zamandan etibarən xütbələrdə mütəmadi olaraq Əli ibn Əbu Talibə, Allah ona razı olsun, lənət oxunar və etiraz edənlər potensial təhlükə olaraq cəzalandırılardı. Bu repressiya mexanizminin ən məşhur qurbanları Hucur ibn Adi və yaxınlarıdır. Xütbədə Həzrəti Əliyə söyülməsinə etiraz edərək xatibə daş atan Hucur və əshabı başda diri-diri bastırılmaq üzrə sadəcə qeyri-İslami deyil, həmçinin qeyri-insani yollarla öldürüldülər, şəhid edildilər. İnsanlar qatında etibar sahibi olan alimlər də eyni sınaqlardan keçirilirdi. Həzrət Əliyə söyməyən, lənət oxumayan dövlətin büdcəsindən heç nə ala bilmirdi. Zəhəbinin rəvayətinə görə Əvzai bu haqda deyir. Həzrət Əlinin münafiq olduğuna şahidlik edib, ondan təbərrü etmədikcə Əməvlərdən hədiyyə ala bilməzdik. Bu, talaq, kölə azad etmə və beyyət yəmininə bağlanmışdı. Bəzi İslam alimləri onlarla vaxtlarını zay etməmək üçün səbr və əzm tələb edən elmləri öyrənmək məqsədi ilə tələbələri sınaqdan keçirmişlər. Bu barədə məşhur bir qissə var. Elm əhlindən biri yanına ilk dəfə gələn tələbəlik namizədlərin üzərinə it buraxır. Namizədlər qaçırlar. Bu proses bir neçə gün təkrar edilir. Namizədlərdən biri xaric, digərləri artıq alimin evinə gəlməyi tərk edir. Alim əzmlə gələn namizədi yanına alır və meşədən düz bir çubuq gətirməsini əmr eləyir. Gətirilən bütün düz çubuqlar qırılıb atılır və namizəd yenidən meşəyə göndərilir. Nəhayət 40-cı dəfədə alim tərəfindən bu namizədin lazımı səbrə sahib olduğuna qərar verilir. Bu iki sınaqdan sonra namizəd artıq tələbəliyə layiq görülür. Günümüzdə tələbəliyə namizədlər ən sadə sınaqlardan keçirilmədiyi üçün elm tələbəsi adı alaraq ölkəmizə qayıdanların bir çoxunun nəinki elm, hətta insani əxlaqla əlaqəsi yoxdur. Bu cür sınaqlar başqa sahələrdə də həyata keçirilir. Məsələn, yaxın zamana qədər İslamçıların Türkiyə ordusuna sızmasını önləmək üçün zabitləri müxtəlif testlərdən keçirirdilər. Ortada olan bilgilərin incələnməsi ilə kifayətlənməyən ordu profil mütəxəssisləri yeni şeytani testlər düşünürdülər. Zabitlər üçün içkili əyləncə gecələri məcburi hala gətirilir. Bu gecələrdə ailəcə iştirak tələb edilir və şübhələndikləri zabitlərin qadınlarına başqa kişilərlə qucaq-qucağa oynaması təklif edilirdi. Etiraz edənlər iltica şübhəsi ilə ordudan təmizlənirdilər.
Kommunistlər ölkəmizi idarə etdiyi zaman müxaliflərin hakimiyyətə sızmaması üçün namizədləri bir çox sınaqdan keçirirdilər. Ən təməl filtrlərdən biri o zaman rəsmi ideologiya olan ateizm sınağı idi. Allahın varlığını dili ilə inkar etməyən kimsələr dövlət idarəsində heç bir rəsmi vəzifə ala bilməzdilər. Hətta bir zamanlar bu vəzifəyə gəlmək üçün Mübariz Allahsızlar Birliyinin rəsmi vəsiqəsinə sahib olmaq lazım idi. Bütün bu sınaqların salih məqsədlərlə də istifadəsi mümkün və lazımlıdır. Yəni, metodu götürüb düzgün istiqamətlərdə də istifadə etmək olar. Günlük həyatımızda münasibətdə olduğunuz insanları mütəmadi sınayın. Məsələn, biri sizə onu cihada göndərməniz üçün müraciət edirsə, ondan cihada getmə səbəbini soruşun. Allahın fərzini yerinə yetirmək məqsədi ilə getdiyini deyəcək. O zaman ona sınaq məqsədi ilə başqa bir fərzi yerinə yetirmək təklif edin. Məsələn, Afrikada susuzluqdan ölən müsəlmanlar üçün quyu qazmaq kimi. Əgər o insanın hədəfi həqiqətən fərzləri yerinə yetirməkdirsə, bunu normal qarşılayacaq. Yox, əgər digər fərzləri yerinə yetirməkdən imtina edər və cihadda israr edərsə, bu onun məqsədinin fərzi yerinə yetirmək deyil, macəra və orada çəkdirdiyi şəkillərlə öyünməkdən başqa bir şey olmadığının göstəricisidir. İdarəçiliyə gətiriləcək kimsələrə kiçik idarə işlər verərək, onları öncə bu işlərdə yoxlayın. Kiçik idarəni bacarmayanlar daha böyüyünü də bacarmayacaqlar. İddia sahiblərinə müxtəlif işlər verib, sözlərini əməlləri ilə tutuşdurun. Beləcə, bir çox kimsənin sadəcə dil pəhlivanı olduğunu görəcəksiniz. Daşıdıqları halda gizlətdiklərindən şübhələndiyiniz fikirləri tənqid edin və reaksiyalarını ölçün. Bir çox halda o anki üz ifadələri, hətta susmaları belə insanları ələ verir. Sınağın gərəkliyi sabit, lakin sınaq metodları şəraitə, imkanlara görə dəyişkəndir. Bu səbəblə düzgün sınaq metodlarını seçmək xüsusunda diqqətli olmalıyıq.